بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Məcmuəül Bəyan təfsiri əsasında Bəqərə surəsinin təfsiri haqqında idi bizim bəhsimiz. Biz keçən bəhsimizdə 1-ci və 2-ci ayələri oxuduq və lüğətlərinə də izah gətirdik. Zəlikəl kitab, o kitab elə bir kitabdır ki, lə raybə fihi, onda şək şübhə yoxdur, hudən lil muttəqin və təqvalıları hidayət edəndir. Lüğətləri izah elədik, amma təfsiri haqqında. Buradakı zəlikə işarə olunur. Baxmayaraq ki, zəlikə uzağa işarə etmək üçündür və əslində Quran bizim əlimizdədir. Bizim əlimizdə olan Qurana işarə edərək belə deməli idi. Zəlikə yox, həzəl kitab. Bu kitab ki, bizim əlimizdədir, lə raybə fi. Onda heç şək şübhə yoxdur. Bu baxımdan bəziləri buyurublar, o cümlədən Əxfəşin də nəzəri budur ki, zəlikə bimə'nə haza. Düzdür, burada zəlikə kəlməsindən istifadə olunub, amma haza mənasındadır. Çünki işarə də əlimizdə olan yaxına işarədir. Bu Quranda, bu kitabda la raybə fi, şək şübhə yoxdur. Amma mən artıq Məcmuəül Bəyan təfsiri əsasında bunları qeyd edirəm. Amma bunun kənarında bəziləri buyururlar ki, zəlikə Qur'anın əzəmətini göstərir. Bəzən bizdə də vardır. Baxmayaraq ki, məsələn, bir nəfər təkdir, biz ona siz olaraq xitab edirik. Nə üçün? Onun, necə deyərlər, böyüklüyünü qoruyub saxlamaq üçün. Bu kitab əlimizdə olsa da, amma zəlikə, o kitab, yəni o qədər əzəmətlidir ki, düzdür bizim əlimizdədir. Amma o çox əzəmətli bir kitabdır. O əzəmətli kitabı ki, hal-hazırda bizim əlimizdədir, la raybə fi. Bəziləri də buyururlar ki, müasir təfsir alimlərindən, zəlikəl kitab, bu kitabı ki, bizim əlimizdədir, o həqiqi lohu məhfuzda olan kitabın, necə deyərlər, nazil olma formasıdır. Bu Qur'anın həqiqəti ki, la yəməssuhu illəl mutəhhərun, o bizdən çox-çox uzaqdır. Hər halda bu nəzərlər vardır. Amma ikinci kəlmə burada əl-kitabdır. Zəlikəl kitab, həqiqətdə kitab Qur'ana işarədir və bəzi alimlər də Ulum-u Qur'an elmində buyururlar ki, Qur'anın bir neçə adı vardır, o adlardan da biri kitabdır. Qur'anın işarədir. Zəlikəl kitab, yəni Qur'an-ı Kərim. Qur'an-ı Kərim. Və kitab barəsində bir məsələni də qeyd edim. Kitab adətən o Allah tərəfindən göndərilən kitablar nəzərdə tutulur. Deyirlər ki, kitab adətən o kitaba deyilir ki, orada göstəriş olsun, dəstur olsun, bunu edin, onu etməyin, qanun barəsində bəhs olunsun. Hər kitaba kitab deyilmir. Məsələn, Zəbur da Allah tərəfindən göndərilib, amma ona kitab demilir. İncilə kitab deyilir, Tevrata kitab deyilir, Qur'ana kitab deyilir. Nə üçün? Çünki bu kitablarda Allah tərəfindən qanunlar gəlib, bunları edin, bunları etməyin. Qur'an-ı Kərimdə də dəsturlar olduğu üçün Qur'anın bir adı kitabdır. La raybə fi, şək yoxdur bunda. Necə yəni şək yoxdur? Axı çoxları var Peyğəmbərin də zamanında, elə müasir vaxtda Qur'anın həqiqətində şək edirlər. Allah tərəfindən göndərilməsi haqqında şək edirlər. Burada üç nəzəriyyə var. Bəziləri buyururlar ki, la raybə fi, bu Qur'an-ı kitabı elə bir kitabdır ki, la raybə fi, yəni ey ənnahu bəyanun və hudən və haqqun və muciz. Bu kitab elə bir kitabdır ki, açıq aydındır, hidayət edəndir, haqq olmağı məlumdur və möcüzədir. İnsanlar bunu mislin gətirməkdən tarix boyu aciz qalmışlar.
Bu baxımdan fəminhuna istəhəqqəl vəsbi ənəhu la şəkkə və bir kitab ki, haqqıdır, aşkardır, rövşəndir, möcüzədir. Belə bir kitabda şəkkin yeri yoxdur. Münasib deyil ki, biz bunda şəkk edək. Bəziləri belə qeyd ediblər. Bəziləri buyururlar ki, innəhu ələl həsb. Buyururlar ki, həqiqətdə burada bir dənə kəlmə həsb olunub. Yəni götürülüb sanki. Yəni Allah Taala demək istəyir ki, zəlikəl kitabü la raybə fi, yəni la səbəbə şəkkin fihi. Bu Qurani-Kərim elə bir kitabdır ki, bu kitabda şəkk eləməyə heç bir amil yoxdur, heç bir səbəb yoxdur. Həqiqətdə birinci nəzərdən elə demək olar ki, eynidir. Lakin burada deyir ki, bir kəlmə sanki təqdirdə nəzərdə alınıb ki, necə məsələn biz deyirik ki, vəsəlil qəriyə, Quranda ayədir, bu kənddən, şəhərdən soruşun. Burada alimlər deyirlər ki, kənd və şəhər canlı bir şey deyil ki, biz oradan soruşaq. Orada deyirlər ki, əhl kəlməsi vardı. Yəni vəsəlu əhləl qəriyə, şəhər əhlindən soruşun. Burada da ki, la reybə fi, şək yoxdur, baxmayaq ki, şək edirlər. Yəni, la səbəbə şəkkin fihi. Adətən buyurur ki, şək o yerdə ki, insan tənaqüz danışa, ziddiyyətli danışa, orada həqdə ola, batildə ola, belə bir yerdə şək eləməyi üçün bir səbəb vardır. Amma Qurani-Kərimdə bu amillərdən heç bir olmadığı üçün Quranda şək eləməyin səbəbi yoxdur. Üçüncü bir nəzərdə vardı. Buyururlar ki, Allah Taala ki, burada la reybə fihi, şək yoxdur. Demək istəyir ki, la tərtabu fihi, şək etməyin. Və la təşukku fihi, yəni Qur'anın həqiqət olmağında şək etməyin. Hər halda bu üç nəzəriyyə la reybə fihi barəsində də qeyd olunmuşdur. Amma başqa bir məsələ, əlbəttə muttəqin kəlməsində izah edəcəm. Nə üçün Allah Teala Qur'an-ı-Kərimin bu ayəsində buyurur ki, Qur'an-ı-Kərim təqvalıları hidayət edəndir? Məgər Qur'an bütün insanların hidayəti üçün gəlməyib? Qur'anda ayə var, hudən linnas. İnsanları fərqi yoxdur. Amerika, Asiya, Afrika. Bütün insanların hamısının hidayəti üçün gəlib. Buyurur ki, bi ennel Qur'ana hudən ləhum və in kana hudən li cəmi'in nas fəliənnəhum humullezine intefa'u bihi vəhdədə bihudahu. Deyir, məqsəd budur ki, bax əgər ki, Qur'an bütün insanların hidayəti üçün gəlmişdir, lakin hal-hazırda Qur'andan faydalanan insanlar kimlərdir? Təqvalı insanlar. Bu baxımdan burada təqvalı olanları qeyd edib xüsusi olaraq. Düzdür, Qur'anın bu potensialı vardır ki, bütün insanları hidayət eləsin, amma hal-hazırda istifadə edənlər, faydalananlar yalnız və yalnız təqvalılardır. Bu da bir məsələ. Başqa bir məsələ təqva və muttəqi barəsindədir. Biz təqva kəlməsini keçən verilişdə lüğəti mənasına işarə elədik. Təqva iki şeyin arasında olan fasiliyə, maniyə təqva deyilir. Bu lüğətdə. Amma terminoloji baxımdan Peyğəmbərdən bir hədis vardı. Ruviyə ənin-nəbi sallallahu aleyhi və səlləm ənəhu qal, Peyğəmbər buyurdu, cima'ut təqva fi qovlihi ta'ala. Təqvanın, necə deyirlər, cəm olan forması Qur'anın bu ayəsində əksini tapmış ki, İnnəllaha yəmuru bil ədli vəl ihsan ilə axır ki, burada Allah Taala insanları ədalətə əmr edir, ihsana əmr edir, qohum-əqrabaya yaxın yaxşılıq etməyə dəvət edir. Bu ayədə təqvanın həqiqəti cəm olmuşdur. Başqa bir nəzər var ki, əl-muttəqi, bu artıq terminoloji mənasıdır. Əl-muttəqi əlləzi ittəqa ma hurrimə əleyh və fəələ ma əvcəbə əleyh, ya ma ucibə əleyh. Buyurur ki, təqvalı şəxs o şəxsdir ki, ona haram olunan şeylərdən çəkinsin, ona vacib olunan şeyləri əmələ gətirsin. Yəni, feylül vacibat və tərkül mühərrəmat. Vacibata əməl edib haramlardan çəkinmək. Başqa bir nəzərdə vardı. Huvəlləzi yəttəqi bi salihi əmali əzabəllah. Öz əməlləri ilə, öz salih əməlləri ilə Allahın əzabından özünü qoruyur və başqa mənaları da vardır. Bəs buna əsasən xülasə bu ayənin mənası qısa olaraq bundan ibarətdir. Allah Taala buyurur ki, bu kitab ki Qur'andan ibarətdir, elə bir kitabdır ki, bu kitabda şəkk eləməyə heç bir səbəb yoxdur. Təqvalıları hidayət eləmək üçün göndərilmişdir. Yəni hal-hazırda Qur'an-ı Kərimdən faydalananlar yalnız və yalnız təqvalılara
təqvalılardır. Amma təqvalılar kimdir? Onların hansı xüsusiyyətləri vardır? İnşallah digər ayələrin təfsirində. Hamınızı Allaha tapşırıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. ذلك الكتاب لا ريب فيه هدى للمتقين